Azerbaycan Radyosu'nun Kızıl Fondu. Biri varmış, biri yokmuş. Bir koca ile karının Azerbeyim adlı kızı ve Azer adlı bir oğlu vardı. Bir gün bacı kardeş meşeye gezmeye gittiler. Yayın ilk çağlarıydı. Gülün, çiçeğin ətrindən doymaq olmurdu. Düzlər, çəmənlər laləliyə bürünmüşdü. Bacı qardaş tələsirdi ki, qaş qaralmamış evlərinə qayıtsınlar. Azer istidən tərləmişdi, həm də bərk susamışdı. Azerbeyim əlini gözünün üstünə qoyub ətrafa baxdı. Heç yerdə çeşmə görünmürdü. O, qardaşını sakitləşdirib dedi. Biraz döz, bəlkə qabağımıza çeşmə çıxdı. Azer bir söz demədi. Bacısının xətrini çox istəyirdi. Biraz getmişdilər ki, mal ləpiri gördülər. Ləpirlərin içində su vardı. Susuzluq Azeri əldən salmışdı. Dözməyib içmək istədi. Bacısı qoymadı. İçmə, dönüb buzov olarsan. Qardaş ağlamsındı. Axı ürəyim yanır. Biraz döz də. Bacı qardaş yola düşdü. Az getdilər, çox getdilər. Bu dəfə yolda at ləpiri gördülər. Azer yenə su içmək istədi. Can bacılı, ürəyim yanır. Qoy bir qurtum içim. İçmə qardaş, əgər içsən, dayçı olarsan. Azer bu dəfə də bacısına qulaq asdı. Yola düşdülər. Az sonra keçi ləpirinə rast gəldilər. İçində dumduru su vardı. Adamın lap içməyə gəlirdi. Azer yenə dedi. Bacılı, bacılı, susuzluqdan dodaqlarım quruyub, daha gedə bilmirəm. Ayaqlarım sözümə baxmır. Olmaz. O sudan bir qurdum içsən, çəpiş olarsan. Azer bu dəfə bacısının sözünə baxmadı. Əyilib sudan içdi. İçən kimi də dönüb çəpiş oldu. Azerbeyim qardaşının boynunu qucaqladı. Gözlərindən öpdü. İçin ağladı. Çəpiş dedi. Bacılı, ağlama, təqsir məndədir. Sözünə baxsaydın belə olmazdı. Bu vaxt yoldan bir qoca keçirdi. Gördü qız ağlayır. Soruşdu. Azerbeyim hər şeyi açıb danışdı. Qocanın yazığı gəldi. Dedi. Gedək mənimlə, mən də təkəm. Doğmaca qızım olarsan. Azerbeyim daha tək idi. Köməksiz idi. Ona görə də razı oldu. Çəpişi də götürüb qocagilə getdilər. Azerbeyim üçün qocagillə yaxşı keçirdi. Vaxtında yeyirdi, içirdi. Özü xörəyi çəpişlə bir qabda yeyir, bir qabdan su içirdi. Azerbeyim qocanın sağ əli idi. Əlindən hər iş gəlirdi. Bir səhər Azerbeyim səs eşitdi. Kimsə onu çağırırdı. Tez durub pəncərənin qabağına gəldi. Küpə girən qarı onu aldadıb çaya apardı. Çinməyi bəhanə edib boynuna iri bir daş bağladı. Atdı çaya. Azerbeyimin paltarını geyib qayıtdı gəldi qocanın evinə. Qoca küpə girən qarını tanımadı. Elə bildi Azerbeyimdir. Ancaq çəpiş əhvalatdan xəbərdarıdır. Neyniyə bilərdi? Küpə girən qarı çox hiyləgərdi. Odur ki, çəpiş o gündən nə yedi, nə də içdi. Ac susuz çayın ətrafında gəzib dolaşdı, bacısını səslədi. Bacım, bacım, göyçək bacım, üzə çıx gəl bacım. Batma bacım, mənim tacım, hardasan sən, hardasan sən. Çəpişin nəğməsi ləpələrə qoşulub, hər yerə yayıldı. Dağlar, daşlar səsləndi, Azerbeyimi səslədi. Mahnı küpə girən qarının qulağına çatdı. Tez qocaya əmr elədi. Bu saat dur çəpişi kəs. Kişi əvvəlcə razı olmadı. Körpə çəpişi niyə kəsək axı? Qoy biraz da ətəqana dolsun, sonra kəsərik. Nə? Bir çəpiş nədir ki, ondan ötürü mənim sözümü yerə salırsan? Dedim sənə götür kəs, qutardı getdi.
Amma əvvəl ocaq çat, böyük bir qazan az. Mən istəyirəm onun ətindən yaxşı bir şorba bişirib bütün kəndi qonaq edəm. Kişi nailac qalıb ocaq çatdı, qazan astı. Bıçağı götürüb çəpişi kəsmək istəyəndə əlinin üstünə 2 damla göz yaşı düşdü. Çəpiş dedi, məni öldürürsən öldür, amma qoy heç olmazsa çayın suyundan bir qurtum içim, ürəyim yanır. Qoca bir söz demədi. Çəpiş çayın qırağına gəldi. Yanıqlı səslə bacısını səslədi. Bacım mənim, gözəl bacım, gəl köməyə gözəl bacım. Ocaq çatıb atalığım, qazan asıb analığım, bıçaq iti, dərim zərif, başım üstün ölüm kəsib. Çaydan Azərbəyimin səsi gəldi. A mehriban can qardaşım, çox ağırdır mənim daşım. Küpə girən qarı bu vaxt çəpişi axtarırdı. Nökərlərə əmr elədi. Tez olun, tapın gətirin o çərdəyimi çəpişi bura. Nökərlər çəpişi axtara gəlib çayın qırağına çatdılar. Gördülər ki, çəpiş qəmli-qəmli oxuyur. Bacım mənim, gözəl bacım, gəl köməyə gözəl bacım. Ocaq çatıb atalığım, qazan asıb analığım, bıçaq iti, dərin zərif, başım üstün ölüm kəsib. Çaydan da Azərbəyimin səsi gəldi. A mehriban can qardaşım, çox ağırdır mənim daşım. Nökərlər tez evə qaçdılar. Eşitdiklərini qocaya söylədilər. Qoca cəmaatı yığıb köməyə getdi. Azərbəyimi çaydan çıxartdılar. Geyindirib kecindirdilər. Qız əvvəlkindən də gözəl, yaraşıqlı oldu. Bunu görən çəpiş sevincindən elə atılıb düşdü ki, bir də gördü ki, əvvəlki şəklinə düşüb. Gözəl, göyçək oğlan olub. Əsl Azərdir ki, durub. Cəmaat küpə girən qarını dağa daşa vurub parça-parça elədi. Azərlə Azərbəyim isə o gündən yenə şad xürrəm yaşamağa başladılar. Nağılımız burada bitti. Göydən 3 alma düşdü. Biri mənim, biri sənin, biri də gində durub istəmirəm deyən. Radiomuzun Qızıl Fondundan səsləndirdiyimiz nağıl 1973-cü ildə rent alınıb.